Salam hər kəsə. Əhali ilə bağlı piramidalara baxırıq. Deməli, əgər belə bir piramida görsəniz ki, aşağısı çox enlidir, yuxarısı çox ensizdir, bu o deməkdir ki, baxın yaş aralığı verib burada. 0-4 yaş, 5-9 artı gedir və 65 plus. Aşağısı enlidirsə bu piramidanın, deməli burada doğulanlar, yəni az yaşlılar doğulanlar çoxdur. Və yuxarıya doğru ensizləşibsə, deməli yaşlı əhali yox dərəcəsindədir. Yəni azalır və yoxa çıxır. Deməli burada ölüm də yüksəkdir ki, bura bu qədər ensizləşib. Doğum da yüksəkdir, ölüm də yüksəkdir. Nəticə etibarilə bu bir növ əhalinin təbii artımının, o demoqrafik keçidin mərhələləri var idi, izah etmişdim digər videolarda. Orada demoqrafik keçidin birinci mərhələsində doğum da yüksək idi, ölüm də yüksək idi. Baxın, bu ona uyğun gəlir. Amazon, Konqo meşələrində yaşayan qəbilələrdir, Yeni Qvineya adasında yaşayan qəbilələr bura aiddir və Somali demişdik ki, ikinci mərhələdən, vətəndaş müharibəsindən sonra yenidən birinci mərhələyə qayıdan ölkə idi. Deməli, burada doğulanlar çoxdur, ölənlər də çoxdur ki, yuxarısı bu qədər ensiz qalıb. Daha sonra baxırıq ikinciyə. Üçbucaq formasında olan piramida. Burada doğulanlar çoxdur, düzdür. Baxın, doğum yüksəkdir. Amma səhiyyə inkişaf eləyib deyə ölənlər azalıb. Yəni 60 yaşında olan adamlar yəni bir qədər burada enlidir xətt. Bu o deməkdir ki, burada səhiyyə inkişaf eləyib, ölüm bir qədər azalıb. Biz buna demişdik demoqrafik keçidin ikinci mərhələsində ki, artıq doğum yenə də yüksəkdir, amma ölüm səhiyyə inkişaf eləyib deyə, tibb inkişaf eləyib deyə bir qədər azalıb. Və bu əsas inkişaf etməkdə olan ölkələr. Bir növ bu birisine yaxşıydı həm də. Əhalinin təbii artımının ikinci tipi var idi, ənənəvi tip. Hansı ki, Asiya, Afrika, Latin Amerikası ölkələrinin əksəriyyəti İkinci tipdədir təbii artımın. Baxın elə bu piramidada eyni ona uyğun gəlir. Doğum yüksəkdir, ölüm azalıb bir qədər. Demoqrafik keçidin ikinci mərhələsidir. Boliviya, Paragvay, Beliz, Gvatemala, Honduras və s. bu ölkələrdə bura daxildir. Daha sonra isə bu arı pətəyi formasında olana baxırıq. Burada isə görürsüz artıq doğum azalıb. Məsələn, digərlərində aşağı çox enli idi. Amma burada artıq aşağı ensizləşib. Bu o deməkdir ki, artıq burada doğum azalıb. Doğum aşağıdır. Daha sonra həmçinin ölüm də bayaq kimi qalıb, yəni aşağı olaraq qalıb. Bu hardan bilirik? Görürük ki, yuxarısı enlidir. Deməli, burada yaşlı əhali var. Yaşlı əhali varsa, çoxdursa, deməli, ölüm azdır. Baxırıq, deməli, aşağı doğum, uşaqlar azdır və yaşlılar bir qədər çoxdur. Bu o deməkdir ki, ölüm aşağıdır. Doğum da aşağı, ölüm də aşağı. Bu demoqrafik keçidin 4-cü mərhələsinə uyğun gəlir. Təbii artımında birinci tipinə uyğundur. İnkişaf etmiş ölkələrdir burada Danimarka, Norveç, İsveç, Finlandiya və s. kimi, Almaniya kimi ölkələr bura aiddir. Daha sonra var zəng formasında olan piramida. Bu nədir? Burada görürsüz, əvvəllər təbii artım az olub. Baxın, bu hissədə ensizdir. Yəni əvvəl az olub. Baxın, 25-29, 20-24 yaşına çatanlar azdır. Deməli, bu bir zamanlar doğulanlar az olub ki, indi bu yaşına çatanlar azdır da. Nəysə, əvvəllər təbii artım az olub, sonradan siyasət aparıblar və əhalini artırmağı bacarıblar. Əhali artıb, doğulanlar artıb, baxın. Aşağı hissəsi enlidir. Yuxarıda biraz ensizdir, orta hissə. Aşağı enlidir. Bu o deməkdir ki, sonradan siyasətdən artıra biliblər əhalini. Kanada, ABŞ kimi ölkələr misal ola bilər. Asimetrik formada olan nədir? Bu ən gözəldir. Niyə? Çünki burada fikir verin, orta hissədə 10-14 yaş, 15-19 yaş görürsüz əhali daha çoxdur. Amma yeni doğulanlar çox azdır. Bu o deməkdir ki, burada təbii artım çox imiş. Məsələn, Çin, Yaponiya kimi ölkələrdir bu, Koreya kimi ölkələrdir ki, təbii artım çox imiş. Sonradan nə ediblər? Siyasət həyata keçirib və əhalini azaltmağa nail olub. Doğumu azaldıb da belə deyək. Ona görə də doğum azdır. Bu qədər.